Salam, hər vaxtınız xeyir olsun. Dəyər yayınları sınaq 7. 8-ci sinif riyaziyyat suallarının izahına baxırıq. Keçək suallara. 26-cı sualda deməli bizə nə deyir? İki oxşar üçbucağın sahələri fərqi 12 sm kvadratı və oxşarlıq əmsalı 2 olarsa, böyük üçbucağın sahəsini tapın. Deməli, sahələri fərqi 12, yəni S1 çıxılsın S2 bərabər 12. Oxşarlıq əmsalı, yəni K bərabərdir 2. Bildiyimiz kimi sahələrin nisbəti, yəni S1-in S2-yə nisbəti bərabərdir K kvadratına. Gətirib yerinə yazsaq, o zaman S1-in S2-yə nisbəti bərabər olar 4-ə. Deməli, buradan S1-i tapsaq, S1 bərabərdir 4 S2-yə. Daha sonra isə, baxın, bu ifadədə gətirib yerinə yazıram. Gətirib yerinə yazsam nə olar? 4 S2 çıxılsın S2 bərabərdir 12. Burada da 3S2 eləyir, bərabərdir 12. 3-ə bölsək, S2-miz bərabər eləyər 4-ə. S2 4-dürsə, o zaman S1-imiz neçə olar? Baxın, burada yerinə yazsaq, 16 olar. Bizdən böyük üçbucağın sahəsini soruşur. Demək, böyük üçbucağın sahəsi oldu 16. Yəni, doğru cavabımız olur A variantı. 27-ci sualda aşağıdakı ədədlərdən hansı A bərabərdir 2 üstü 3 vurulsun 3 və B bərabərdir 3-ün kvadratı vurulsun 5 ədədlərinin ortaq bölünəndir. Yəni, əbobunu soruşur bizdən. İndi baxaq. Əbob A, B bərabər olacaq. Bildiyimiz kimi əbob ortaq olanlardır. Burada ədədlərindən ortaq bölünəndir. Aha, bölünənidir. Ortaq bölünən. Aha, bölünəndirsə, baxın, burada bölünəndirsə, deməli, əkobu soruşurmuş bizdən. Əkobu. Əkob AB-ni tapası olsaq, deməli, nə olur? Böyük olan, bu 8 dəfə 3, 24. Burada isə 9 dəfə 5, 45. Deməli, böyük olan ədədimiz 45 vurulsun. 45-ə çatışmayan nə var? 45-ə çatışmır, 2 üstü 3, yəni 8. Bu da bərabərdir. 0 yazaq, 4 yadda. 32, 4 də yadda, 36. Aha. 360 olmadısa, o zaman biz bu ədədi böyütməliyik. Yəni, necə böyüdə bilərik? 360-ı təbii ki, 2-yə vura bilərik, 3-yə vura bilərik. 2-yə vursaq eləyər 720. 720. Doğru cavabımız ona görə olur B variantı. Biraz çaşdırıcı sualdır. 28-ci suala baxaq. 28-ci sualda K parametrinin hansı qiymətində təhlilçilər sisteminin həlli yoxdur? Uşaqlar, burada diqqətli olmalıyıq. Həlli yoxdur soruşur. Yəni, bunu fərqli rəşdə yazaq. Deməli, təhlilçilər sisteminin həlli nə vaxt yox idi? A1-in A2-yə nisbəti bərabərdir. B1-in B2-yə nisbəti bərabər deyil. C1-in C2-yə nisbəti. Yazaq. A1-in yerində durur K. A2-nin yerində durur 2, B1-in yerində durur 2, B2-nin yerində isə mənfi 4. Bərabər deyil 5-in 3-ə nisbətinə. Buradan K-nı tapsaq, mənfi 4K bərabərdir 4-ə, yəni buradan tənasüblə K bərabərdir mənfi 1. Deməli, K-nın mənfi 1 qiymətində təhlilçilər sisteminin həlli yoxdur. Doğru cavabımız olur C variantı. Keçid alaq 29-cu suala. 29-cu sualda kvadrat tənliyinin kökləri x1, x2-dir. x1 vurulsun x2 plus 1 bərabər də 18 olarsa K-nı tapın. Aha. Deməli, bizə verilən ifadəni sadələşdirsək, x1 vurulsun x2 plus x1 bərabərdir 18. Daha sonra tənlikdə x1 vurulsun x2 nəyə bərabərdir? 16-ya. Gətirib yerinə yazaq. 16 plus x1 bərabərdir 18-ə. Buradan x1 bərabərdir nəyə? 2-yə. x1-i 2 tapdıqsa, burada yerinə yazıb x2-ni də tapa bilərik. Bərabərdir 16. x2 bərabərdir 8. x1-i tapdıq, x2-ni tapdıq. K-nı soruşursa, x1 plus x2 bərabərdir 10-a. Deməli, K-nın qiyməti neçəymiş? C variantı 10. 30-cu suala baxaq. 30-cu sualda x plus 3y kvadratı
olarsa A plus B cəmini soruşur. Əvvəlcə bunun açılışını yazmalıyıq. Olur nə? X kvadrat plus bir-birinə hasilin iki misli, yəni 6xy üzərinə gəlsin 9y kvadrat. Bizdən A plus B cəmini soruşur, yəni əmsalların cəmini soruşur. 6 plus 9, o da bərabərdir 15. Doğru cavabımız olur D variantı. Baxaq 31-ci suala. 31-ci sualda cədvəldə verilmiş kəsirin ixtisar olunmayan adi kəsir şəklində yazılışında məxrəci neçə olar? Deməli, 0 tam, dövrə qədərki rəqəm 2, dövrdə rəqəm eləyər 3. Deyir ki, ixtisar olunmayan adi kəsir şəklində yazılışında məxrəci neçə olar? Deməli, bu neçə deməkdir? 90-da 23 çıxılsın 21 deməkdir. 21. Bu da bərabərdir 90-da 23 çıxılsın 21 yox, 23 çıxılsın 2, yəni 21. İxtisar olunmayan soruşursa bizdən 3-ə ixtisar eləməliyik, 30-da 7. Artıq bundan o tərəfə ixtisar olunmur. 90-da 21-də ixtisar olunurdu. Deməli, məxrəci soruşur bizdən. Məxrəc oldu necə? 30, yəni doğru cavabımız C variantı. Baxaq 32-ci suala. 32-ci sualda tənliyinin kökləri cəmini tapın. Uşaqlar, bu tənliyi həll etmək üçün mən hər birini x-ə vururam. Bu məxrəcdən azad olunsun deyə. Olurmu? X kvadratı çıxılsın 30 bərabərdir x-ə. X-i sol tərəfə keçirdirəm. X kvadratı çıxılsın x çıxılsın 30 bərabərdir 0. Bu formada. D bərabərdir. B kvadratı çıxılsın 4AC diskriminantla yazsaq. Da bərabərdir. 1 üzərinə gəlsin. 4-ü 30-a vursaq 120. 120. Bu da bərabər toplasaq 121. Deməli, buradan x bərabərdir. 1 plus minus 11 bölünmüş 2. Bu da bərabərdir. x1 olaraq cəmləsək, surət eləyər 6, məxrəc 12, məxrəc 2. x1-imiz 6, x2 də bərabərdir. Mənfi 5. Kökləri cəmi soruşur, yəni x1 plus x2-ni da bərabərdir 1-ə. Və yaxud da ki, uşaqlar, heç bu qədər uzun yazmağa ehtiyac yox idi. Viet teoreminə görə buradan kökləri cəmi əks işarə ilə götürülmüş ikinci əmsala, yəni 1-ə bərabər idi. Bu formada da yaza bilərsiniz. Mən biraz uzun yazdım. 33-cü suala baxaq. 33-cü sualda A plus B bərabərdir 2 kökdə 5 və A vurulsun B bərabərdir 2 olarsa A kvadrat plus B kvadrat cəmini tapın. Deməli, əvvəlcə nəyi bilməliyik? A kvadratı plus B kvadratı bərabərdir A plus B kvadratı çıxılsın 2AB. Bu formadadır bu düsturun açılışı. Gətirib yerinə yazaq hər bir qiyməti. Deməli, 2 kökdə 5-in kvadratı olacaq. Çıxılsın 2 vurulsun 2. Da bərabərdir. 4-ü 5-ə vursaq 20. Çıxılsın 4. Bərabərdir 16. Doğru cavabımız olar D variantı. Baxaq 34-cü suala. 24 və 54 ədədlərinin həndəsi ortasını tapın. Uşaqlar, var həndəsi orta, var ədəd orta. Həndəsi orta kök altında hasilləridir. 54. Da bərabərdir. Bunları vuruq şəklində yazsaq, 3 vurulsun 8, vurulsun 3, vurulsun 18. Bu formada yaza bilərik. Da bərabərdir. Göründüyü kimi nə olur? 2 dənə 3 var. 3-ün kvadratı şəklində yaza bilərik. Vurulsun. 8-i nə yaza bilərik? 4 vurulsun 2. 18-i isə 9 vurulsun 2 formasında yaza bilərik. Bu da bərabərdir. Deməli, 3-ün kvadratı olduğu kimi qalsın. Vurulsun. 4-ü yazıram 2-nin kvadratı. Baxın, burada 2, burada da 2. Bu da ayrıca olurmu 2-nin kvadratı? Həmçinin 9 qaldı. 9 da 3-ün kvadratı. Daha sonra buradan rahat şəkildə kök çıxarda bilərik. Yəni nə olur? 3 vurulsun 2, vurulsun 2, vurulsun 3. Bu formada. 3-ü 2-yə vurarıq 6, 2-ni 3-ə vurarıq 6. Hasil neçə eləyər? 36. Doğru cavabımız olar A variantı. 35-ci sual. 30% gəlirlə satılan maldan 36 manat qazanc əldə edilərsə, bu malın satış qiymətini tapın. Deməli, uşaqlar, 30% gəlirlə. 30% gəlirlə deyirsə, yəni 130% olur da, düzdürmü? 130%-ə 36 manat qazanc. 36 manat qazanc nə deməkdir? Yəni x plus 36 yazıram. Bunu nəyə görə x plus 36 yazdım? İndi deyirəm. Deməli 100%-ə x uyğundur da.
100% x isə 130% 36 manat qazancına satılır. Deməli, buradan tənliyi həll etsək, 130 x bərabərdir. 100'ü vurmalıyam x plus 36'ya. Buradan da ne olur? 130x bərabərdir 100x plus 3600. Deməli, 100'ü sol tərəfə keçirsək nə olur? 30x bərabərdir 3600. X bərabərdir olur 120. 120 bir də 36 manat qazanc plus 36 bərabərdir 156. Yəni doğru cavabımız olacaq A variantı. 36-cı suala baxaq. X-in hansı qiymətində ifadəsinin qiyməti 0-a bərabərdir? Uşaqlar, bildiyimiz kimi məxrəc 0 ola bilməz. Məxrəc 0 ola bilməzsə, o zaman surəti 0 eləyəlməliyik də bu ifadənin qiymətinin 0 olması üçün. Və bu sadə tənliyi həll etsək, x bərabərdir -3. X-in deməli -3 qiymətində bu tənliyin, bu ifadənin qiyməti 0-a bərabər olmuş olar. Daha sonra baxaq 37-ci suala. 37-ci sualda alfa və beta uyğun tərəfləri perpendikulyar olan müxtəlif adlı bucaqlardır. Burada müxtəlif adlı sözünü baxın. Müxtəlif adlı sözünü bu formada fərqləndirək. Niyə görə? Çünki uyğun tərəfləri perpendikulyar olan bucaqlar eyni adlı olarsa bir-birinə bərabər, müxtəlif adlı olarsa üzərindən yazıram alfa plus beta bərabər olmalıdır 180 dərəcə. İndi gətirib yazaq. Deməli, baxın, alfa plus beta bərabərdir 180 dərəcə. Burada bizə alfa nə verib? Gətirib yerinə yazaq. Yəni 3 beta üzərinə gəlsin 20, üzərinə gəlsin beta bərabərdir 180-ə. Bu formada. Betaları toplasaq 4 beta bərabərdir 20 dərəcəni sağ tərəfə keçirsək 160. Buradan beta bərabərdir 40 dərəcə. Bizdən də elə betanı soruşurdu, oldu 40 dərəcə. Doğru cavabımız B variantı. 38-ci sual. 38-ci sualda deməli BD 3K. DS isə 4K. SABD 24. Olarsa şəklə əsasən ABC-ni ümumi 3 bucağı soruşur. Baxın uşaqlar. Deməli burada 3K-nın 24-ə nisbəti bərabər olar ümumi nə eləyir? 7K-nın ümumi SABC-yə nisbəti. Buradan deməli nə olar? 7K vurulsun 24 bərabərdir SABC vurulsun 3K-ya. Hər tərəfi K-ya ixtisar edirik. Hər tərəfi 3-ə ixtisar eləsək 7 dəfə 8 56. Deməli SABC neçə olmuş oldu? 56 olmuş oldu. Doğru cavabımız D variantı olacaq. Baxaq 39-cu suala. İki paralel düz xəttin kəsənlə əmələ gətirdiyi daxili bir tərəfli bucaqlar 1-in 2-yə nisbətindədir. Kəsişmə nöqtələri arasındakı məsafə 12 cm olarsa, paralel düz xəttlər arasındakı məsafəni tapın. Aha. Deməli, iki paralel düz xəttin bu bucaqlardan söhbət gedir və bu bucaqlar deməli uşaqlar K üzərinə gəlsin 2K-dır. Bu da bərabərdir. Daxili bir tərəfli bucaqların cəmi 180 dərəcə bərabərdir. Buradan 3K bərabərdir 180. K bərabərdir 60 dərəcə. Deməli, iti bucağımız 60 dərəcədir. Kör bucağımız 100 dərəcə. Mən kör bucağı yazmıram, nə də iti bucağı yazmıram. Biri də oldu 120. Bunları bildik. Bunları bildikdən sonra deməli bizə nə deyir? Kəsişmə nöqtələri arasındakı məsafə 12 cm. Uşaqlar, kəsişmə nöqtələri arasındakı məsafəni deyirsə, bura 12 cm olur. Deyir ki, paralel düz xətlər arasındakı məsafə. Paralel düz xətlər arasındakı məsafə, baxın, budur. Bu hündürlük. Bu hündürlük. Bura 90 dərəcə, buranı 60 tapdıq. Deməli, bura qalır 30 dərəcə. 30 dərəcə bucaq qarşısındakı katet. Yəni, baxın, bu hissə hipotenuzun yarısına bərabər deyilim. Bura 6. Bizdən isə, baxın, bu hündürlüyü soruşur. Hündürlüyü soruşduğuna görə hündürlük də olur 6 köşdə 3. Yəni, doğru cavabımız olacaq D variantı. Baxaq 40-cı suala. Deməli, tənliklər sistemindən B-ni tapın.
Əvvəlcə yuxarıdakı tənlikdən çarpaz şəkildə yazsaq nə olar? B bərabərdir 3A-ya. A plus B bərabərdir 12. Əvəz etmək üsulundan gətirib yerinə yazsaq nə alarıq? A plus 3A bərabərdir 12-yə. 4A bərabərdir 12. A bərabərdir 3. Bizdən B-ni soruşur. B neçə olar uşaqlar? 9 olar. Doğru cavabımız elə B variantı. 41-ci sual. İtibucaqlı üçbucağın tərəfi 9 cm, 12 cm, K cm olarsa, K-nın mümkün tam qiymətlərinin sayını tapın. K-nın mümkün tam qiymətlərinin sayını tapın. Deməli, iti bucaqdan söhbət gedirsə, burada yəni bucaq önəmlidir. İti bucaq ola bilər, kör bucaq ola bilər. İti bucaqdan söhbət gedirsə, düsturumuz nə formasındaydı? Düsturumuz A çıxılsın B modulundan böyük, kiçik olmalıdır. Kiçik olmalıdır. Kök altında A kvadratı plus B kvadratı. Bu formada. Gətirib yerinə yazaq. Deməli, 9 çıxılsın 12 kiçik olmalıdır K-dan. O da kiçik olmalıdır. Kök altında 9-un kvadratı plus 12-nin kvadratını. Deməli, uşaqlar, 9-dan 12 çıxsaq, -3, modulda olduğuna görə 3. Kiçikdir K-dan. K da kiçikdir. 81, 144. 225, kök neçə çıxır? 15. Deməli, K bərabərdir 4. Yəni, bunları yaza da bilərik. Və yaxud birbaşa da tapa bilərsiniz. 10, 11, 12, 13 və 14. Deməli, uşaqlar, 2, 4, 6, 8, 10, 11. 11 tam qiymət ala bilər. Doğru cavabımız oldu A variantı. Baxaq 42-ci suala. Tənliyinin köklərinin tərs qiymətləri cəmi 6 olarsa, tənliyinin köklərinin tərs qiymətləri cəmi. Deməli, x1 plus x2 bərabərdir nəyə? 12-yə. x1 vurulsun x2 bərabərdir 2-yə. Tərs qiymətlərin cəmi nə demək uşaqlar? Yəni, 1 bölünsün x1 plus 1 bölünsün x2 bərabərdir 6. Gəlin bunu həll edək. x1 vurulsun x2 x2 plus x1 bərabərdir nəyə? 6-ya. Buradan deməli, x1 plus x2-nin yerinə neçə yaza bilərik? Baxın, burada verilib 12 yaza bilərik. Düzdür, baxın, silib mən yazıram 12. Uşaqlar, indi diqqət edin. 12-ni, yəni burada tənlik alınır. 6x1 vurulsun x2 bərabərdir 12. x1 vurulsun x2 bərabər imiş nəyə? 2-yə. Yəni 2 imiş. Doğru cavabımız varmı? D variantı. Baxaq 43-cü suala. 43-cü sualda deməli, çoxluqdursa, biz bunu eylervə ilə yazsaq ən məsləhətlidir. Burada bizə nə deyir? Bizə verilib A çoxluğu və B çoxluğu. A-dan B-ni çıxdıqda 2. B çoxluğu 4. A-dan B-ni çıxdıqda 2 qalırsa, o zaman bura 2 olar. Burada 2 olar. B çoxluğunun 4 olması üçün burada 2 olması lazımdır. Doğru mu yazdıq? Deməli, B çoxluğu 4 oldu. Amma A çoxluğu yox. A-dan B-ni çıxsaq, belə olanda 2 qalmır. O zaman bura 4 olmalıdır. Deməli, birləşmə neçə olar? 8 olar. Doğru cavabımız B variantı. 44-cü suala baxaq. 44-cü sualda üçbucaq ABCD-də B-də tənbölən olarsa, tənbölənin xassəsi nədir? 12-nin 6-ya nisbəti bərabər olmalıdır 15-in x-ə nisbəti. 12-ni x-ə vursaq, 12x bərabərdir 6 vurulsun 15. Hər tərəf uşaqlar 6-ya ixtisar eləsək, 2x bərabərdir 15 və x bərabərdir 7,5. Doğru cavabımız olar C variantı. 45-ci suala baxaq. 36 dərəcəli qövsə söykənən daxilə çəkilmiş bucağın dərəcə ölçüsünü tapın. Deməli,
bizdən daxili bucağı soruşursa, və qövsü bizə verib 36 dərəcə. Daxili bucaq bildiyimiz kimi söykəndiyi qövsün yarısına bərabərdir. Baxın, burada daxili çəkilmiş bucaqdan söhbət gedir. Doğru cavabımız A variantı. Baxaq 46-cı suala. Deməli, 46-cı sualda hər birini uşaqlar A kvadratına bölürəm. Nə olur? 1 üzərinə gəlsin 1 bölünsün A kvadratı bərabərdir. Nə olur? 4 bölünsün A'ya. Aha. Daha sonra nə eləyə bilərik? Yox. Biz gəlin bunu, baxın bu ifadəni gəlin sadələşdirək. Sadələşdirsək, A plus 1 bölünsün A'nın kvadratı çıxılsın nə olar? Çıxılsın bunların hasilinin 2 misli 2 olar, çıxılsın 2 olar. İndi gəlin buradan A'ya bölüb tapaq. A'ya bölsək nə olar uşaqlar? A plus 1 bölünsün A bərabərdir 4 eləyər. Aha. Həll olunmuşdur. 4'ün kvadratı çıxılsın 2. Bərabərdir 16 çıxılsın 2 bərabərdir 14. Doğru cavabımız oldu A variantı. Daha sonra baxaq 47-ci suala. 47-ci sualda 2 bucağının cəmi 140 olan düzbucaqlı trapesiyanın kör bucağını tapın. Aha, maraqlı sualdır. Bay, nə cür çəkdim, elə də çəkdik. Tamam. Deməli 2 bucağının, şöyle düzbucaqlı trapesiyadan söhbət gedirsə, 2 bucağı 90 dərəcədir. Bunu bilirik. Və bizdən kör bucağı istəyir. Baxın bu bucağı istəyir. 2 bucağı deyirsə, yəni ya bundan bunun, ya bundan bunun cəmi 140 dərəcə olmalıdır. Yəni hər ehtimalda bura neçə dərəcədir? Bura 50 dərəcədir. Yəni bunun başqa yolu yoxdur. Çünki bunların ikisi də 90 dərəcədir. Bura 50 dərəcədirsə uşaqlar, 4 bucağını ümumiyyətlə bütün 4 bucaqların, daxili bucaqların cəmi 360 dərəcəyə bərabərdir. Deməli, bura neçə olmalı? 180, 50, 230. Bura neçə qalır? 130 dərəcə qalır. Bizdən elə kör bucağı soruşur. Doğru cavabımız B variantı. Baxaq 48-ci suala. 48-ci sualda tərəfləri 2, 3, 4 nisbətində olan üçbucağın perimetri 36 cm olan üçbucağın sahəsi neçə santimetrdir? Deməli bunu biz yazmalıyıq. Yuxarıdan yazıram. Heron düsturundan. Heron düsturundan yazası olsaq, deməli 2K üzərinə gəlsin 3K. Üzərinə gəlsin 4K bərabərdir 36'ya. Olurmu ki 9K bərabərdir 36, K bərabərdir 4'ə. Deməli 2K bərabərdir 8, 3K bərabərdir 12, 4K bərabərdir 16. Uşaqlar, indi perimetri tapmalıyıq Heron düsturu üçün. Yadda saxlayaq. Heron düsturu üçün perimetr yarım perimetrdir. 8 üzərinə gəlsin 12 üzərinə gəlsin 16 bölünmüş 2. Bu da eləyir neçə? 18. Deməli sahə düsturumuz nədir? S bərabərdir kök altında P vurulsun P çıxılsın A, P vurulsun P çıxılsın B, P çıxılsın C. Baxın bu formada. İndi gətirib yerinə yazaq. Deməli nə olacaq? Kök altında 18 vurulsun 18 çıxılsın neçə olur? 8, 18 çıxılsın 12, bir də 18 çıxılsın 16. Bu formada. Deməli, da bərabərdir kök altında yenə də 18 vurulsun 10 vurulsun 6 vurulsun 2. Da bərabərdir kök altında 18'i 6 vur 3 kimi yazıram uşaqlar, vurulsun 10'u 5 vurulsun 2 kimi yazıram. Vurulsun 6 vurulsun 2. Bu formada. Da bərabərdir. İndi mən aşağıdan yazmaq məcburiyyətindəyim. Sonra siləcəm.
Deməli 6 2-dən olduğuna görə 1 çıxır. 6 vurulsun 2. Başqa və kök altında 15. Bu da neçə eləyir? 12 kök altında 15 santimetrin kvadrat. Bu formada. 12 kökdə 15. Belə bir cavab. Keçid alaq daha sonra 49-cu suala. Mən 49-cu sualı burada yazacağıma görə bunu silmək məcburiyyətindəyəm. İndi isə baxaq nəyə? 49-cu sualda x plus y bərabərdir 3k, 2x çıxılsın y bərabərdir 3 təlinliklər sisteminin həlli olan x, y cütü üçün x böyükdür y olarsa k-nın ala biləcəyi ən böyük tam qiyməti tapın. Deməli uşaqlar, bunu toplasaq, tərəf-tərəfə gəlin toplayaq. Tərəf-tərəfə toplasaq nə ala bilərik? 3x, y-lər islah olunur. 3k plus 3 bu formada alarıq. Daha sonra 3-ə ixtisar eləsək, x bərabərdir, olacaq. K üzərinə gəlsin 1. X-i tapdıq. X-i tapdıqdan sonra gətirib yerinə yazaq. K plus 1 üzərinə gəlsin y bərabərdir 3k-ya. Buradan y bərabərdir. K-nı və 1-i sağ tərəfə keçirsək, olurmu ki, 2k çıxılsın 1-ə? Bizdən nəyi soruşur? Bizə deyir ki, baxın, şərt verib. X böyükdür y. X-in yerinə nə yazaq? K plus 1 böyükdür 2k çıxılsın 1-dən. K-nı sağ tərəfə, mənfi 1-i sol tərəfə. Olurmu ki, 2 böyükdür k-dan? K-nın ala biləcəyi ən böyük tam qiyməti bizdən soruşur. Baxın, K-nın ala biləcəyi ən böyük tam qiymət o zaman olur. K bərabərdir 1. Doğru cavabımız 1. Ümumiyyətcə, bu sual qəşəng sualdır. Baxaq 50-ci suala. 50-ci sualda deməli, üçbucaq ABC'dir də, bucaq A, aha. Üçbucaq bərabərliyinə görə bucaq A DYB-yə bərabərdir. Bucaq A. Yəni buranı alfa desək, burada alfa. DB 5, BY 4, DY bərabər YS-yə. 6 cm perimetr DY seni soruşur. Deməli uşaqlar, burada belə bir oxşarlıq yaza bilərik. 4-ün, yəni BY-nin buranı x deyirəm, buranı y deyirəm. 4-ün 5 plus x-ə nisbəti, 5 plus x-ə nisbəti bərabərdir. Deməli, 5-in 10-a nisbəti, bu da bərabərdir. Deməli, 6-nın y-ə nisbətinə. Bu formada. Uşaqlar, buradan deməli birinci x-i tapaq. Daha sonra y-i taparıq. Deməli, olacaq nə? 25 plus 5x bərabərdir 40-a. 5x bərabərdir 15. X bərabərdir 3. X-i tapdıq 3. Baxın, x-i yenə yazıram 3. İndi daha sonra buradan y-i tapaq. Y nə olar? 5y bərabərdir 60. Y bərabərdir 12. Yəni burada düşünə bilərsiniz ki, oturacaq onsuz 12 olacaqdır. Bura 6-dır. O orta xətt deyil uşaqlar. Qarışdırmayın onları bir-birindən. Deməli, y-in də yerinə yazırıq 12. Və bizdən nəyin perimetrini soruşur? DYS-nin. ADYS-nin buradakı 4 bucaqlının. Yəni, perimetr ADYS bərabərdir 3 üzərinə gəlsin, 6 üzərinə gəlsin, 6 üzərinə gəlsin, 12. Və bərabərdir 24, 27. 27 cm. Bu formada. Uşaqlar, bütün sualların izahına baxdıq. Hər birinizə uğurlar. Kanala abunə olub paylaşmağı unutmayın.